Rafinha olmayacaq və əslində çox mənfi bir təsirdir Barselona oyununa. Ola bilər ki, birinci oyunu uduzsunlar. Çünki Atletico öz meydanında da yaxşı oynayır, plus oyun sürəti artıb. Atletico'nun birinci oyun Atletico'nun xeyrinə bitəcək. 2-1 ya da 3-2. Mən düşünürəm ki, Atletico Madrid həmişə belə oyunlarda, ikili oyunlarda, səfər oyunlarından maksimum istifadə etməyə çalışır və bu oyundan mən çox açıq oyun gözləyirəm. Kimsə qələbə qazanacaqsa bu oyunda 3-2 qələbə qazana bilər. 4-3 ola bilər, 3-3 ola bilər. Belə çox qollu oyun gözləyirəm bu oyundan. Rafinha'nın olmaması həqiqətən də çox böyük bir itkidir. Mənim üçün o futbolçu hal-hazırda, yəni Pedri ilə eyni tövhə verən səviyyədədir. Atletico'nun özünə gəldikdə, belə deyək, çox belə sırtıq komandadır. Yəni bildiyin sırtıq komandadır. Zəlidir. Barcelona hazır keşik görsən necə deyir? Zəli. Yaxşı mənada deyirəm. Bu cütlüklərdə zəif komanda öz potensialına uyğun oynayır. Yəni kasıbın olandandır da bura. Yəni bu var belə oynayıram mən. Belədir ki, Barcelona sən vur 5 dənə. Vur 5 dənə. Bacarsan vur. Mən oturmuşam 11 nəfərdən qapıda. Vura bilmirsən ki. Kasıb olmazaq o qədər vurma. Oyun bol qollu olmayacaq. Minimal hesablı qələbə ola bilər Atletico'da. Barcelona minimal hesabdan uduza bilər birinci oyunu. Amma mən o oyunu heç-heçə görürəm. Bu necə deməkdir? Mən başa düşmədim. Atletico Madrid ya udacaq, ya da heç-heçə olacaq. Yəni Barcelona o oyunda udmayacaq mənim fikrimcə. Onu da ata bilərsən.